Singular and plural of nouns isimlərin tək və cəm forması. Deməli, ingilis dilində kəmiyyətə görə isimlər singular nouns, tək isimlər, plural nouns, cəm isimlər iki qrupa ayrılır. İsimlərin cəm forması sonlarına əlavə olunan s, is şəkilçisi vasitəsilə düzəlir. Deməli, adətən, həmişə yox, əsasən. Bu zaman sayıla bilən ismin qarşısındakı ə və yaxud ən artiklı ixtisar olunur. Bir yolluq elə bugün burada yadımızda saxlayaq. Bilirəm ki, bilirsiniz, amma yenə də təkrar üçün cəm isimlərin qarşısında, sayılmayan isimlərin qarşısında biz qeyri-müəyyənlik ə və yaxud ən artiklı işlətmirik. Məsələn, ə week həftə, weeks həftələr, ə teacher müəllim, teachers müəllimlər və s. İsimlərin cəm forması aşağıdakı bir neçə yolla düzəlir. Biz dedik axı, əsasən isimlərin sonuna s və yaxud is artırırıq. Əsasən s artırırıq. Bəs is nə vaxt artırılır? Sonu s, qoşa ss, ch, tch, x, o, z hərfi və hərf birləşmələri ilə bitən isimlərin cəm forması deməli, sonuna is şəkilçi artırmaqla düzəlir. Bir dəqiqə mənimlə. Bəli. Əsasən bir daha deyirəm, eləcə s artırılır, amma əgər bizim ismimiz sonu s ilə bitib, qoşa ss, ch, tch, sh, x, o, z ilə bitibsə, is artırılır. Burada da nümunələr verilibdir. A brush, brushes, a fox, foxes, a match, matches və s. Yəni, bu artıq keçdiklərimdir. Gəlin, diqqət edək, mütləq şəkildə sonu o hərfi ilə bitən isimlərin cəm forması həm is, həm də is şəkilçisi əlavə etməklə düzəlir. Ən birinci, eləcə s hərfi. Alınma sözlərdə əsasən, ingilis dilində başqa dillərdən alınma sözlərin cəm formasını düzəldərkən, onların sonuna eləcə s hərfi qoşulur. Məsələn, a kilo, kilos. Bunu mütləq şəkildə əzbər bilməlisiniz. Bircə dənə hərf səhvi müəllimlər. Bircə dənə, məsəl üçün, a kilo sözünün cəm formasını kilos, bir dənə s yox, is ilə götürəriksə, bu bizi səhv variantı gətirib çıxardır. Ona görə, bax, bu sözlər mütləq şəkildə ki, hansı sözlər o hərfi ilə bitir, amma cəmlənərkən s, eləcə s şəkilçisi qəbul edir, onlar əzbər bilinməlidir. Kilo, video, kangaroo, patio, rino, solo, piano, zoo, hippo, komando, studio, radio, logo, auto, kimono, audio. O ilə bitən digər isimlər sonu cəmlənərkən is şəkilçisi götürür. A hero, heroes, a tomato, tomatoes, an echo, echoes, a potato, potatoes, a veto, vetos, an embargo, embargos. Bundan başqa, aşağıdakı sonu o hərfi bitən isimlərin cəm formasını həm s şəkilçisi ilə, həm də is şəkilçisi ilə cəmləndirmək olar. Hər birisi düzdür. Bax, bu isimlər, siz onların cəm forması s şəkilçisindən götürsəz də, is şəkilçisindən götürsəz də, onların hər ikisi düz variantdır. Hansı sözlərdir? Buffalo, moto, cargo, mosquito, tornado, zero, volcano, flamingo. Həm buffalas, həm buffalas. Yəni, s də olar, is də olar. Sonu f və yaxud fi ilə bitən isimlərin cəm formasını düzəldərkən, f və yaxud fi hərfləri v hərfinə çevrilir və is şəkilçisi artırılır. Calf, calvis, self, selvis, shift, shivers, wife, wives, love, halvis, lovis yazılmalıydı, halvis yazıqlar səbk edib, love, lovis olmalıdır, düzəldərsiniz sonra vəsait əlinizdə olanda. Shelf, shelvis, life, lives, knife, knives, sieve, sieves, leaf, leaves, wolf, wolves. Bundan başqa isə elə isimlər var ki, onların sonu f hərfi ilə bitir, ancaq cəmlənəndə onlar sadəcə olaraq s hərfi götürür sözünə. Mütləq şəkildə əzbər bilinməlidir bunlar. A roof, roofs, a chief, chiefs, a grief, griefs, a handkerchief, handkerchiefs, giraffe, giraffes, proof, proofs, belief, beliefs, cliff, cliffs, golf, golf, safe, safes.
Digər isimlər, 4 dənə isim var ki, onlar cəmlənərkən F hərfi qalır, eləcənə S götürür və yaxud F hərfi düşür, V hərfi ilə əvəz olunub, ES şəkilçisi götürür. Worf, worfs, worvis, skaf, skaf, skarvis, dwarf, dwarf, dwarvis, hoof, hoofs, hoovis. Y hərfi ilə bitən isimlər, bunları artıq öyrənmişik ki, ismin sonu Y hərfi ilə bitdikdə Y hərfindən əvvəl samit hərf gələrsə, bu zaman Y hərfi düşür, onun yerinə I hərfi yazılır və sonuna ES şəkilçisi artırılır. Yox, əgər Y hərfindən əvvəl sait hərf gəlibsə də, orada heç bir dəyişiklik baş vermir, elə cəm S şəkilçisi də yazılır. A city, cities, a library, libraries və yaxud a case, a base. Çox dayanmıram, üzərində keçdiklərimizdir. Sonra qaydasız cəmlənən isimlər, elə isimlər var ki, onlar artıq özünün cəm formasını kökdəki saitin dəyişməsi ilə düzəldibdir və ona görə də onların sonuna S və yaxud ES şəkilçisi yazılmır. Onlar elə qədim zamanlardan dilin özündə cəm formasını kökdəki saitin dəyişməsi ilə düzəldib və elə də o sözlər qalıbdır. Bizdən nə tələb olunur? Sadəcə olaraq onları əzbər bilmək, siz bunları bilirsiniz. Man, woman, child, children. Diqqət edin person sözünə, xahiş edirəm. Person, adam, şəxs. Ola bilər people, adamlar cəmdə, ola bilər persons. Bax, bu forması da var, yaddan çıxartmayın. Person sözü, kökdən dəyişmə forması people, S ilə düzələn forması persons. Ox, oxen, tuz, tiz, goose, geese, food, feet, louse, lice, mouse, mice, penny. Penny forması ES hərfi ilə də düzələ bilər penis və yaxud kökdən dəyişmə forması pence. Pence cəm formasıdır, müəllimlər. Penny'nin cəm formasıdır. Key point, diqqətli olaq. People sözü, cəmaat, yəni insanlar, adamlar kimi işlənirsə, hər zaman cəmdə olur. Bəli, person, adam, şəxs, people, adamlar, cəmaat. Cəmdədir. Amma iş orasındadır ki, people sözünün ingilis dilində digər bir mənası xalq deməkdir. Xalq mənasında people təkdədir. Amma xalqlar deyiriksə artıq peoples, S götürüb cəmlənir. People have the tendency to speak more loudly when they get excited. Burada insanlar mənasındadır. İnsanlar həyəcanlandıqları zaman daha yüksək səslə danışmağa meyillidirlər. Amma ikinci cümləyə diqqət edin. We must come together as a people. Görürsünüzmü? Qeyri-müəyyənlik artiklına yazılıb. As a country and defeat the enemy. Bir xalq olaraq, bir ölkə olaraq bir araya gəlib düşməni məğlub etməliyik. Burada bizim cümləmizdə a people sözü tək dəyişilənib xalq mənasında. Digər cümləyə baxın. Throughout history, Turkic peoples, görürsünüzmü cəmlənib xalqlar, always were at a more organized level of cultural, economic and political capability. Tarix boyu Türk xalqları, Turkic peoples, həmişə mədəni, iqtisadi və siyasi qabiliyyətlərinin daha mütəşəkkil bir səviyyəsində idilər. Pay announce, bəli, ayrılmaz hissədən ibarət olan isimlərimiz. İki ayrılmaz hissədən ibarət olan isimlərimiz. Əşyaları bildirən aşağıdakı cüt isimlər hər zaman cəmdə işlənir. Ayrılmaz iki hissədən ibarət olduqları üçün onların tək forması olmur. Onların qarşısında ən artikl işlədilmir, xəbəri və onlarla işlənən əvəzliklər hər zaman cəmdə olur. Bundan başqa biz bunu iki ayrılmaz hissədən ibarət olan isimlər haqqında deyirik. Məsələn, qayçı, məsələn, şalvar, məsələn, eynək. Ayrılmır onlar. Onları biz bir-birindən ayırsaq, artıq bu əşya deyil. Amma iş orasındadır ki, cüt ilə işlənib, amma ayrıla bilən isimlərimiz də var.
Bundan başqa iki ayrıla bilən hissədən ibarət isimlərin tək tayından söhbət getdikdə tək olaraq düşünənə bilər. Məsələn, müəllimlər ayaqqabı. Ayaqqabı bəli, cüt ilə işlənir. Amma onlar bir-birindən ayrılan hissələrdir. Onlar bir-birinə bərkidilməyib, bir-birinə yapışıq deyil. Ona görə onların tək forması da var, cəm forması da var. Məsələn, şu ayaqqabı, shoes ayaqqabılar. But çəkmə, boots çəkmələr. Stocking çorap, stockings çoraplar və s. Bunlar ayrılan, cütlüklə işlənən əşyalardır. Ayrılmaz cütlüklər isə qətiyyən təkdə ola bilməzlər. Qeyri-müəyyənlik artikl götürə bilməzlər. Cümləmizin mübtədası olarsa da onların xəbəri cəmdə olmalıdır və biz onların qarşısında işarə əvəzlikləri, kəmiyyət bildirən sözləri yalnız cəmdə işlətməliyik. Hansılardır? Spectacles, məsəl üçün yazılıb burada. Glasses, goggles, sunglasses, scissors, trousers və s. 7. Nouns have the same form in the singular and the plural. Həm təkdə, həm də cəmdə işlənən isimlər, amma eyni formada qalan isimlər. Elə isimlərimiz var ki, ingilis dilində biz onları təkdə də işlədirik, cəmdə də işlədirik. Sadəcə olaraq onlar həm tək, həm cəm forması bir formadır. Tək və cəm forması eyni olan isimlərin təkdə və ya cəmdə olması aşağıdakı qaydalardan asılıdır. Feilin şəxs formasından, yəni onların xəbərin tək və yaxud cəm olmasından anlaya bilərik ki, bizim bu isimlər təkdədir, yoxsa cəmdə. Qeyri-müəyyən artikldan, bəli, əgər həmin ismin qarşısında qeyri-müəyyənlik artikl yazılıbsa, deməli o təkdədir. Qeyri-müəyyən və işarə əvəzliklərindən, məsələn, some bir neçə deməkdir, deməli bizim bu ismimiz cəmdədir. That, bu, bağışlayın, o işarə əvəzliyi tək isimlər üçün işlənir, deməli həmin vaxtı bizim o ismimiz təkdədir. These, both, each, another və s. Təyin edicilərdən. A few, many, numerous, a number of, a good many və s. Bu hansı isimlərdir ki, bunlar təkdə də işlənir, cəmdə də, amma formaları dəyişmir. A means, vasitə, vasitələr. Across roads, dörd yol. Species, növ-növlər. A deer, maral, marallar. A barracks, kazarma, əskərlərin yatdıqları yer. A series, seriya, seriyalar. An offspring, övlad, övladlar. A sheep, qoyun, qoyunlar. A fish, balıq, balıqlar. A works, zavod, zavodlar. A salmon, qızıl balıq. A carp, sazan balığı və s. The five, məsəl üçün, bir dənəcə nümunəyə baxaq. The five human senses are our means of communication with the material world. İnsanın 5 duyğu hissi maddi dünya ilə ünsiyyət vasitəmizdir. 5 duyğu hissləri vasitəmizdir. Our means of communication. Vasitəsimizdir, təkdədir. A series qarşısında qeyri-müəyyənlik artikl görürəm. Deməli, bu təkdədir. The barracks is. The barracksdan sonra xəbəri is təkdə görürəm. Deməli, təkdədir. The fox gave birth to 5 offspring. Qarşısında 5 rəqəmini görürəm. Deməli, bu sözümüz cəmdədir. Hər zaman cəmdə olan 8-ci qayda, nouns used only in the plural, hər zaman cəmdə olan və topluluq ifadə edən isimlər. Hər zaman bunlar cəmdədir. Bunların tək forması yoxdur, müəllimlər. Bunlar həmişə cəmdədir, xəbərləri də həmişə cəmdədir, işarə əvəzlikləri, təyin ediciləri, hamısı cəmdədir. Belongings, earnings, bağışlayın, earnings, thanks, troops, women, ziyan vericilərdir. Rich, congratulations, people, surroundings, premises, funds, manners, likes, dislikes, arms, arm, qol mənasında təkdə, arms, qollar mənasında cəmdə, amma arms, silah mənasında yalnız cəmdədir. Customs, custom, adət,
ənənə təkdədir. Customs, adətlər, ənənələr cəmdədir. Amma kömrük mənasında customs ancaq cəmdə olur. Wage, clergy, personal, contents, arms, police, amends, outskirts, left, avaz, lyrics, greens, clothes, savings, cattle, gentry, goods, supplies, stays və labels, regards, remains, odds, proceeds, particulars. Müəllimlər, diqqət edin ki, burada hər birinin sonunda S hərfi yoxdur ki, bu bizə bir işarə olsun. Elələri var ki, ümumiyyətlə S hərfi, cəmlik S hərfi yoxdur, amma cəmdədir. Məsəl üçün, cattle, gentry, poultry yazılmayıb burada, ev quşları, poultry mütləq şəkildə həmişə cəmdədir. Nümunəyə, bircə dənə nümunəyə baxaq. Please ensure that you took all your belongings with you as you leave the aircraft. Lütfən təyyarəni tərk edərkən şəxsi əşyalarınızı, belongings, şəxsi əşyalar həmişə cəmdədir. Özünüzlə götürdüyünüzdən əmin olun. 9-cu qayda. Ən əsas qayda. Niyə əsas qayda? Çünki MİQ imtahanında elə əsasən bunların təkindən, cəmindən söhbət gedir. Görəcəksiniz müəllimlər, mən sizlə time işləyəndə siz görəcəksiniz ki, time-də nə qədər Latın və Yunan mənşəlli sözlərin təkini və cəmi testlərdə verilir. Ona görə də bunların tək və cəm formasını mütləq şəkildə əzbər bilmək lazımdır. Çox fərqli şəkildə cəmlənirlər. Yunan və Latın dillərindən alınan sözlərin cəm forması aşağıdakı şəkillərdə düzəlir. Burada sizə bunu deyim ki, bunlar elə Yunan dilində necə cəmlənibsə və yaxud Latın dilində necə cəmlənibsə, əsasən elə o formada da İngilis dilində qəbul olunur. Görürsünüz, yazılıb singular, təki, foreign, xarici dildə, English, İngilis dilində. Sizə foreign, o da düşə bilər xarici dildə cəmlənməsi. English, İngilis dilində cəmlənməsi forması da düşə bilər. Ona görə hər bir formasını bilməlisiniz. Antenna, antini, antinas. Formula, formuli, formulas. Larva, larvi, larvas və s. bir-bir oxumuram. Amma aşağıda sizə sadəcə olaraq cədvəl şəklində nümunə verilir ki, ümumi Latın və Yunan mənşəli isimlərin sonları təkdə ey hərfi ilə bitirsən, cəmdə ey götürür. Təkdə in hərfi ilə bitirsən, cəmdə in, ey hərfi ilə cəmlənir. Təkdə x hərfi ilə bitirsə, cəmdə is hərfi ilə cəmlənir. Təkdə is hərfi ilə bitirsə, cəmdə is hərfi ilə cəmlənir və s. Nominal adjectives. Gəlin görək sizin, ola bilər test işləyirik və testin içində bizə şərtində yazılır ki, choose the correct variant with the nominal adjectives. Nominal adjectives olan düzgün variant seçin. Axı biz bilməliyik nominal adjectives nədir? Biz birinci bilməliyik ki, nominal adjectives nəyə deyilir ki, biz sonra bilək ki, qaydadan, testin içindən nələr axtarmalıyıq. İsim funksiyasında işlənən the plus adjective, yəni müəyyənlik artikulsda gələk sifət, nominal adjectives adlanır müəllimlər. Biz bunu keçmişik. Sadəcə olaraq biz substantifləşmiş sifət kimi keçmişik, isimləşmiş sifət kimi keçmişik, nominal adjectives adını keçməmişik. Eyni keyfiyyətə və özəlliklərə sahib olan insanlar topluluğunu bildirirlər və substantivized or collective adjectives olaraq da adlanır. İsimləşmiş bu sifətlərin xəbəri cəm formada olur. Bəli, ümumiyyətlə, əgər ismimiz müəyyənlik artikla işlənibsə də, artıq o isimləşir. Siz onların sonunda cəm S hərfini görməyəcəksiniz. Yoxdur o. Amma o sifət olaraq isimləşib deyən artıq cəmdədir. Məsələn, the unemployed, işsizlər, the young gənclər, the wounded, yaralılar, the rich zənginlər, the blind körlər, the poor kasıblar. Dillər, müəllimlər,
dillər, daha doğrusu bağışlayın, millətlər, üzr istəyirəm, millətlər, the English, ingilislər, the damlanlar, the elderly böyüklər, the injured yaralılar, the divkarlar, the jobless işsizlər, the innocent məsumlar, the Spanish ispanlar, the didkarlar, the old qocalar, the homeless evsizlər, the disabled əngəllilər, the mute'lanlar, the weak zəiflər, the intelligent ziyalılar. Nümunəmiz, every year millions join the ranks of the unemployed worldwide. Hər il dünyada milyonlarla insan işsizlər sırasında qoşulur. Eləcənə unemployed işsiz deməkdir. İşsiz. Məsəl üçün, my unemployed neighbor, mənim işsiz qonşum. Amma müəyyənlik article-la the unemployed artıq cəmdə işsizlər. 11-ci qaydamız, as a plural forms of nouns, isimlərin digər cəm formaları. Tərkibində mən və woman sözləri olan mürəkkəb isimlərin forması, əgər bu sözlər əvvəldə gələrsə, hər iki tərəf cəmlənir, yox, sonda gələrsə, yalnız həmin sözlərin özü cəmlənir. Yəni, mən, men olur, woman, woman olur. Söhbət əlbəttə ki, mürəkkəb isimlərdən gedir. Mürəkkəb isimlərin tərkibində mən və yaxud woman əvvəldə gələrsə də, hər iki hissə cəmlənməlidir. Məsələn, a man driver, men drivers. A woman doctor, woman doctors. Yox, əgər mən və yaxud woman sözləri mürəkkəb ismin sonunda gəlirsə, sadəcə olaraq mən, men cəmlənir, woman isə woman cəmlənir. A statesman, statesman, a chairman, chairman. B-yə baxaq. Mürəkkəb isimlərin cəm forması sözün sonuna s şəkilçisi artırmaqla düzəlir. D-fisinə yazılan mürəkkəb isimlərin cəm forması əsas tərkibə s əlavə etməklə düzəlir. Bəli, mürəkkəb isimlər əgər D-fisinə yazılmayıbsa da, iki söz bitişik yazılıbsa da, onun cəm forması sadəcə olaraq sözün sonuna s hərfi artırmaqla düzəlir. Amma bizdə elə mürəkkəb isimlər var ki, onlar D-fislə yazılır. Və burada biz artıq diqqət etməliyik ki, cəm s şəkilçisini həmin o sözün tərkibində olan əsas söz götürməlidir. Diqqət etməliyik deyəndə ki, biz onları, bax, burada elə yazılanları əzbər bilsək, çox gözəl olar. Məsələn, a lady driver, lady drivers, qadın sürücülər. İkinci sözlərimiz götürür. D-fisinə yazılmayıb, ikinci sözlər götürür. A police officer, police officers. Amma baxın, indi D-fisinə yazılan. A babysitter, babysitters. Dayə, uşağa baxan. Əsas sözümüz bu baxıcı sözüdür. Uşağa baxıcı olan. Ona görə də sitter sözü cəmlənir. A take off, take offs. A passerby, passers-by. Yoldan keçənlər deməkdir. Əsas söz passersdir. An editor-in-chief, editors-in-chief. Redaktor deməkdir. Əsas söz redaktor sözüdür. C bölməsi tərkibində mən sözü olan German, Norman, Roman və human sözləri mürəkkəb isim hesab edilmir qətiyyən. Bu isimlərin cəm forması s şəkilçisi əlavə etməklə düzəlir. Bəli, German, Norman, Roman və human sözlərinin tərkibində olan mən sözün özünün tərkib hissəsidir. Mən deyil, deyim ki, cör ayrı, mən sözü ayrıdır. Xeyr, bu bir sözdür. Və ona görə də onlar cəmlənərkən sadəcə olaraq digər isimlərimiz kimi s-i götürür. A German, Germans, a Roman, Romans, a Norman, Normans, a human, humans. D. Noun plus noun formalarında article, xəbər, əvəzlik, ikinci ismə ancaq noun plus of plus noun formalarında isə birinci ismə görə yazılır. Bunların hər birini mən sizə keçmişəm ki, iki ismimiz yanaşı gəlirsə bizim birinci ismimiz artıq olur təyin, ikinci isimlə işləyirik. Hər bir şeyi, artiklı, təyin ediciləri, hər bir şeyi ikinci isimlə uzlaşdırırıq. Yox, əgər bizim deməli birləşməmiz of ilə isim, of üstəgəl isim ilə düzəlibsə, artıq bizim əsas işimiz ofdan əvvəl duran isimlədir.
və hər bir şeyi ofdan əvvəl duran birinci isimlə uzlaşdırmalıyıq. Məsələn, a ticket office, which is normally closed in the weekend, is open today. A ticket office ismim ofis sözüdür. Artiklı ofis sözünə aiddir, bilet şirkəti. Ticket burada artıq oldu attributive noun, bunu keçmişik. Yəni, ismi təyin edən bir isimdir. Gəlin, örnək suala baxaq, müəllimlər. Buyurun, Şəlalə, Nigari, buyurun, örnək suala baxın, variantınızı deyin və əslində hələ siz heç bunları əzbər öyrənməyirsiniz. Yox, qoy qalsın, qoy bunu mən özüm deyim. Which of the following underlined words is in singular form? Deyir ki, altından xət çəkilmiş ismin hansı deməli təkdədir. Hansı təkdədir? Hər birində məndə Latın Yunan mənşəli sözdür. A-da fungi, B-də data, C-də analysis, D-də kriteriya, Y-də diagnosis. Hansı təkdədir? Təkdə olan Y variantıdır. Diagnosis sözü cəmlənərkən is götürür, diagnosis olur. Çünki fungidə təkdədir. Ondan sonra data təkdə, bağışlayın, özür istəyirəm, fungi cəmdədir. Datum təkdə, data cəmdədir. Ondan sonra analisis təkdə, analisis burada cəmdədir. Kriterium təkdə, burada kriteriya cəmdədir. Bir dənə Y variantı, diagnosis təkdədir. İndi isə keçirik. Ümumiyyətlə sizə keçmədiyim dərsə. Mən sizinlə ingilis dilində yalnız ismin 2 halını keçmişəm. Adlıq haldır, bir də yerlik hal, possessive case. Digər halların heç birini biz sizinlə keçməmişik. Gəlin, indi isə diqqətlə ismin hallarına qulaq asaq. İsimlər cümlə içərisində sintaktik funksiyalarına görə fərqli caselər ayrılır, yəni fərqli hallar ayrılır. İsmin cümlə içərisində işlədilməsinə görə aşağıdakı hallar var. Nominative case or subjective case bu adlıq haldır. Accusative case or objective case obyekt halıdır. Dative case, vocative case, hər birinin də ayrılıqda keçəcəyik. Locative case, ablative case, instrumental case, possessive case or genitive case. Gəlin, birinci sizinlə nominative case, subjective case'ə baxaq. Cümlənin mübtədasını ifadə edir. Who və yaxud what suallarına cavab verir. Biz bunu bilirik ki, bu adlı haldır. Mr. White is an intelligent person. Mr. White zəkalı insandır. Kim? Mr. White adlı haldadır. Nominative case'dir. 2-yə baxın. Müəllimlər, hər bir nümunələrin üzərində bir-bir dayanmıram. Çünki istəyirəm ki, nə qədər çox izah eləyərəmsə, bir o qədər testlərə daha tez başlayarıq. İkinci, accusative case, objective case'dir. Cümlənin vasitəsiz tamamlığını direct object ifadə edir. Accusative case cümlədə ya fiilin tamamlığı, the object of a verb, ya da preposition'ın tamamlığı, the object of a preposition kimi işlənir. Whom və yaxud what suallarına cavab verir. Bir daha qaydıram qaydama, deyir ki, cümlənin vasitəsiz tamamlığı. Vasitəsiz tamamlığı nədir cümlədə? Nə və yaxud da ki, nəyi, kimi ifadə edir. Accusative case cümlədə ya fiilin tamamlığı, object of a verb, ya da preposition'ın, yəni söz önlü tamamlığı kimi işlənir. Whom, kimi, kimə və yaxud what, nə, nəyi, nəyə suallarına cavab verir. Gəlin, bunları cümlədə baxaq. I met my friend in the street a few minutes ago. Mən dostumla küçədə bir neçə dəqiqə bundan əvvəl görüşdüm. Kiminlə, yəni qarşılaşdım, kiminlə qarşılaşdım, kimi gördüm, kiminlə görüşdüm. Bu bizdə direct objectdir də, vasitəsiz tamamlıqdır. Deməli, bu bizdə objective case'dir. The doctor is examining the patient. Həkim xəstəni müayinə edir. Kimi? Həkim kimi müayinə edir? Xəstəni, kimi? Whom? Objective case'dir. The book is on the table. Kitab stolun üstündədir. Stolun üstündə. Table is an objective case.
It is object of the preposition. Bəli, table burada accusative case, objective case'dədir. Yəni ki, söz önü ondan sonra gələn. This is one of my policies. Policies is an objective case. Bəli, it is object of the preposition of. Preposition'ın, yəni söz önünün tamamlığı olan the objective case'dir. Yəni accusative case, objective case tamamlığı göstərən haldır. Dative case. Bax, accusative, objective case vasitəsiz tamamlıq üçün işlənir. Amma dative case vasitəli. Bir isim vasitəli tamamlıq indirect object funksiyasındadırsa, dative case olaraq adlanılır. Adətən preposition to ilə işlədilir. Bu formada preposition to feildən sonra gəlir və ardından indirect object funksiyasında olan söz işlədir. Bu forma to where, to whom, to what suallarına cavab verir. Bir daha dative case deyirik. Dative case. Vasitəli tamamlıq indirect object funksiyasındadırsa, deməli bu dative case adlanır. Adətən deyir, to söz önündən sonra işlədilir. Bu formada preposition to fiildən sonra gəlir və ardından da vasitəsiz tamamlıqda olan söz işlənir. Və to where, haraya, to whom, kimə, to what, nəyə suallarına cavab verir. Məsələn, I gave my phone number to the reception. Mən deyir, telefon nömrəmi reception'a verdim. To whom? Kimə? To the reception, reception'a. Deməli, to the reception burada indirect objectdir və dative case'dir. Vasitəli vasitəsiz, bağışlayın, vasitəli tamamlıqdır və dative case'lərdir. I will go to my sister's wedding at the weekend. Mən deyir, həftə sonu bacımın deməli nikahına gedəcəm, toy mərasiminə gedəcəm. To where, haraya? Bacımın toy mərasiminə. To my sister's wedding, görürsünüzmü? Nədən sonra gəlib to? Go, fiildən sonra gəlib. Nəyin qarşısında durub? Vasitəli, tamamlığın qarşısında durub. Deməli, to my sister's wedding bizdə burada dative case'dir. Bəzi durumlarda isə hər hansı bir preposition işlədilmir və cümlə forması dəyişdirilərək eyni anlam verilmiş olur. Preposition to işlədildiyində indirect object funksiyasındakı söz cümlə sonunda işlədilir, lakin bu işlədilmə şəklində fiildən həmən sonra gəlir. Bu durum adətən give, send, let, help, get, bring kimi kəlmələr üçün keçərlidir. Müəllimlər, diqqətlə mənə qulaq asın. Adətən müəllimlər, vasitəli tamamlıq, bir dəqiqə, adətən əgər bizim cümləmizin içində həm vasitəli tamamlıq, həm vasitəsiz tamamlıq varsa da, biz birinci yerdə vasitəli tamamlığı işlədirik, ikinci yerdə vasitəsiz tamamlığı. Amma biz bunların yerini dəyişə bilərik və onda indirect object keçir cümlənin sonuna. Baxın cümlələr və adətən deyir ki, burada söz önü lazım deyil və adətən give, send, let, help, get, bring sözlərindən sonra işlədilir. The teacher gives the students a few exercises. Müəllim deyir şagirdlərə bir neçə çalışma verdi. Baxın, müəllim verdi kimə? Şagirdlərə. Students burada bizdə kimə? Şagird söz önsüz işlənir. Amma give vermək feilindən sonra gəlib deyən, bu bizdə vasitəli tamamlıqdır. Ona görə də dative case'dir. The woman brought me some water. Qadın mənə biraz su gətirdi. Kimə? Mənə vasitəli tamamlıqdır. Brought, bring feilindən sonra işlənib, söz önsüz işlənib, amma dative case'dir. Get him a pen while coming home. Evə gələrkən ona qələm ver. Kimə? Ona.
vasitəli tamamlıqdır. Deməli, burada cümləmizdə him, bizdə dative case-dədir. Dördüncü halımız vocative case. Bu nədir? Hər hansı bir şəxsi çağırmaq və ya diqqətini çəkmək üçün işlədilir. Diqqət edin nümunəyə. Mr. Bill, students are waiting for you in the main hall. Cənab Bill, şagirdlər sizi əsas halda gözləyir. Mr. Bill bizdə burada vocative case-dir. Niyə? Çünki mən bu insanı çağırıram. Və yaxud you there, stand up. Siz ayağa durun. Siz müraciət edirəm, çağırıram. Diqqətlərini özümə cəlb edirəm. Vocative case-dir. Children, be aware of the dog. Uşaqlar, itdən ehtiyatlı olun. Uşaqlar, diqqəti özümə çəkirəm. Çağırıram uşaqları. Children sözü burada vocative case-dir. Chairman, all the letters are posted 2 days ago. Chairman, sədr. Bütün məktublar 2 gün bundan əvvəl göndərilibdir. Sədr, müraciət edirəm. Adını çəkirəm. Diqqəti cəlb edirəm. Burada bunların hamısı vocative case-dədir. 5-ci, locative case isimlərin yerini bildirir. Where, harada, in what place, hansı yerdə suallarına cavab verir. Məsələn, he is waiting for us at the bus stop. O bizi avtobus dayanacağında gözləyir. Harada? Where, at the bus stop. Avtobus dayanacağında locative case'dir. Yer göstərən haldır. My sister studies in Istanbul. Mənim bacım İstanbul'da oxuyur. Where, in Istanbul. Locative case'dir. 6-cı, ablative case. Hərəkət ifadə edir və by, with, from, of, in, on kimi prepositionlarla işlənir. From where, haradan, from whom, kimdən, from what, nədən, when, nə vaxt, how, necə, by what means, hansı vasitə ilə, from what cause, hansı səbəb üçün, hansı səbəbdən, kimi suallara cavab verir. My mother always works with care. Anam həmişə ehtiyatla işləyir. Ehtiyat ilə. With care is an ablative of manner. He came late because of the rain. O, yağışa görə gec gəldi. Of the rain. Of the rain, ablative of reason. Baxın, hətta onların özünün birincidə ablative of manner, tərzi hərəkət ablative halıdır. İkincidə səbəb ablativdir. The good boy is praised by the father və yaxud by his father. Ablative of agent, şəxsi göstərən ablative case'dir. He likes to work in the garden. O, həyətdə işləməyə xoşlayır. In the garden, ablative of place, yer göstərən ablative case'dir. We will start at 2 o'clock if the rain stops. Saat 2-də zamanı göstərən ablative case'dir. With her mother, deməli tamamlığı göstərən, necə deyirlər buna, accompaniment, müşahidəçini göstərən ablative case'dir. Bəri başdan sizə deyim ki, müəllimlər, gözünüzü qorxutmayın. Belə incəliklər, bütün bu case'lər imtahanda yoxdur. Qətiyyən. İmtahanda sizin qarşınıza çıxa biləcək bir dənə possessive case'dir. Sadəcə olaraq imtahanda olmamasına baxmayın. Bunların hamısı time'də var, sınaqlarda var, MHM-də var. Yəni siz nə qədər ingilis dilinin əsaslarını gözəl bilsəz, bir o qədər də sizdən ötürü testləri işlətmək asan gələr. Sadəcə olaraq əsas iş görürsünüzmü? Qaydaları çətin deyil. Əsas iş adlarını düzgün yadda saxlayıb, hansı hal, nə üçün işlənməsini bilmək lazımdır. Bir daha deyirəm, qətiyyən gözünüzü qorxutmayın. Bunlar hamısı sizin testləri doğru işləyib, qarşınıza belə sual çıxarsa da, onun öhdəsindən gəlməkdən ötürüdür. Bu bir. İkincisi, bir daha təkrarlayıram. Dövlət İmtahan Mərkəzinin MİQ imtahanında bu cür sualları salmır. Amma, məsələn, bizim
müəllimlərimiz bax belə özləri test hazırlayan, özəl test hazırlayan müəllimlərimiz və yaxud kurslarda hazırlanan testlərdə siz bu sualların hər birinə qarşınıza çıxa bilər. Ona görə də niyə mən bunu sizə belə bircə izah edirəm? Sabahsı gün sizin qarşınıza bunlardan hansı biri çıxsa, deməyəsiniz ki, axı niyə biz bunu keçmədik ki, biz bunu bilməyək? Siz hər bir şeyi biləsiniz deyən, mən hər bir şeyi məcburam sizə izah edəm. 7-ci case'imiz instrumental case'dir. Hər hansı bir işin görülməsində istifadə olunan əşyanı bildirir. Baxın, he kicked instrumentaldır, yəni alət göstərən haldır. He kicked the ball with his foot. O deyir, topu ayağı ilə vurdu. With his foot instrumental case'dir. Nə ilə vurdu? Ayağı ilə. It was written by hand. Əl ilə yazılmışdır. Nə ilə yazılmışdır? Əl ilə. Bu da instrumental case'dir. Gəlin örnək bir suala baxaq. Məlum məsələdir ki, siz artıq hələ ki bunların hər birinin bir adını yadında saxlaya bilmərsiniz. Ona görə qoy mən özüm bunu sizə izah edim. Bu sualı da sizə izah edim. Deyir ki, is a grammatical case refers to the case used for a noun that is a direct object of a verb. Hansı deyir qrammatik hal? Hansı deyir vasitəsiz tamamlıq üçün göstərən hansı haldır? Vasitəsiz tamamlığı göstərən bizdə Y variantı accusative case və yaxud hətta ola bilər objective case yazılar. Vasitəsiz tamamlıq haqqında mən sizə dedim ki, accusative və yaxud objective case göstərir. Vasitəli tamamlıq isə dative case göstərir. Bizdə burada direct object vasitəsiz tamamlığı soruşduğu üçün düzgün variantımız Y variantıdır. Amma indi gəldik 8-ci hala, 8-ci case-ə, hansı ki %100 sizin imtahanda olacaq. Possessive case-dir. Bəli, biz bunun əsasını bilirik. Amma bunun özünün də içində nə qədər geniş formaları var. Bir daha gəlin, possessive case-ə diqqətlə qulaq asaq. Possessive case sahiblik ifadə edir. Bir də onu deyim ki, possessive case-in genitive case deyilərək bir adı da var, iki adı var. Həm possessive case, həm genitive case eyni şeydir. Possessive case sahiblik ifadə edir və özündən sonra adətən noun və ya adjective plus noun gəlir. Whose kimin sualına cavab verir və ın üstü 4 kimi tərcümə olunur. Birinci qaydamız singular and plural nouns with ending s. Deməli, tək və cəm formalarında s ilə bitən isimlərimiz. Təkdə olan isimlərin yerli halı apostrof s, cəmdə olan isimlərin yerli halı isə eləcə apostrof ilə düzəlir. Məsələn, the medical tests showed some variation in the baby's heart rate. Baby's heart, burada ürək körpənin ürək düyüntüsü. Bu təkdədir, ona görə apostrof s ilə düzəldir. Digərlərin üzərində dayanmıram, məlum məsələdir ki, bilirsiniz ki, ümumiyyətlə ismin yerlik halında possessive case-də əgər bizim isimlərimiz cəm formasını s ilə düzəldən isimdirsə, təkdə onun yerlik halı apostrof s, cəmdə isə s apostrofla düzəlir. Key point-a baxaq. Əgər anlam kontekstdən aydın olursa, possessivdən sonra gələn isim cümlədən atıla bilər. Bəli, bax, burada diqqət edək. Deyir ki, əgər anlam kontekstdən aydın olursa, yəni cümlədən bizə artıq aydındırsa, hansıdır sözdən söhbət gedir. Possessivdən sonra gələn isim cümlədən atıla bilər. Sadəcə olaraq possessiv özü qala bilər. Cümləyə baxın, indi bu sizdən ötürü aydın olacaq. Just a few people. Amelia's friends and Julia's. Deyir sadəcə bir neçə nəfər. Amelia'nın dostları, bir də Julia'nın. Julia'nın kimi? Məlum məsələdə bildik. Amelia'nın dostları, bir də, yəni Julia'nın dostları. Artıq mənim cümləmdə mənə aydındır ki, Amelia'nın dostları və Julia'nın dostları. Dostlar sözü artıq burada işlənməsə də olar. Yəni işlənsə də olar, işlənməsə də düzgündür. Səhv hesab olunmur. Və yaxud that isn't my handwriting, it is Selina's. Bu mənim əl yazım deyil, Selina'nındır. Selina'nın nəyidir? Əl yazısıdır.
Cümləmdən artıq bu mənə aydındır. Ona görə onu ikinci səbər işlətməyə ehtiyac yoxdur. Yəni, olsa da o səhv hesab olunmur. Olmasa da səhv hesab olunmur. İkinci qaydamız, compound nouns and the whole phrase, complex noun phrases deyir ki, mürəkkəb isimlər, ümumiyyətlə ismi birləşmələr, mürəkkəb ismi birləşmələrin possessive case'in düzəlməsi. Mürəkkəb isimlərin və bir bütün olaraq götürülən isimlərin yerlik halı sonuncu ismə apostrof S artırmaqla düzəlir. Ümumiyyətlə, yadda saxlayaq bunu bir dəfəlik. Mürəkkəb isimlər deyiləndə, müəllimlər, biz bilirik ki, bizim mürəkkəb isimlərimiz bitişikdə yazıla bilər, ayrı da yazıla bilər, defislə də yazıla bilər. Məlum məsələdir ki, bitişik yazılan mürəkkəb isimlərin durub ortasına biz apostrof S verəsi deyilik ki, axırda verilir. Ondan sonra ayrı yazılan mürəkkəb isimlərin ikinciyə əlavə olunur. Defislə yazılan mürəkkəb isimlərin yerlik halı yalnız və yalnız axırıncı sözə apostrof S əlavə etməklə düzəlir. Bayaqları mən sizə defislə yazılan mürəkkəb isimlərin cəm formasının necə düzəlməsini dedim. Defislə yazılan mürəkkəb isimlərin cəm forması S cəm çəkicisi cümlədəki əsas sözə artırılır. Bu əsas söz birinci də ola bilər, ikinci də ola bilər. Amma yerlik hal apostrof S yalnız və yalnız axırıncı sözə artırılır. Məsələn, are you coming to my brother-in-law's wedding? Brother-in-law bu qayın deməkdir. Baxın, müəllimlər, cəm forması olsaydı, olardı brothers-in-law. Cəm formasını brother sözü götürərdi. Amma yerlik halını yalnız və yalnız mürəkkəb isimlərdə sonuncu söz götürür. Və yaxud Greg is her youngest daughter's husband. Greg ən kiçik qızının əridir. Burada bizdə bir kimi götürülən bir bütün olaraq isim her youngest daughter axırıncı sözə. The man in the corner's dog began to bark. Diqqətli olun bu cümlələrə. Küncdəki kişiyə məxsus it hürməyə başladı. Görün, hansı kişiyə? Küncdəki kişiyə. Apostrof S görün nəyə verilib? Küncdəki sözünə verilibdir. Çünki bu bir ümumi bir isim kimi götürülən sözdür. Man in the corner. Ona görə də apostrof S axıra verilir. Ola bilər the man next door's wife, qonşunun kişisinin arvadı. Henry the 8 wives, 8-ci Henry'nin 6 arvadı. A whole phrase'dir. Bir bütün ismi birləşmədir. Bir bütün. Demirsiniz the man's next door wife. Xeyr. The man next door, qonşudakı kişinin axırıncıya apostrof S. 8-ci Henry'nin. Demirsiniz Henry apostrof S 8. Xeyr. Henry the 8 apostrof S 6 wives. Double possessive. Double possessive ikili yerlik hal. Baxın. Eyni bir ifadə tərkibində birinci gələn ismi vurğulamaq məqsədi ilə double possessive, yəni həm apostrof S, həm də of işlədilə bilər. Bu zaman birinci isimdən əvvəl adətən indefinite article və yaxud ən işlədilir. Bəzən sonuncu ismə apostrof S artırmadan da işlədilə bilər. Baxın, gəlin cümləmiz. Qoy bir daha qaydım, deməli qaydaya. Deyir, eyni bir ifadə tərkibində birinci gələn ismi vurğulamaq məqsədi ilə double possessive, yəni həm apostrof S, həm də of işlədilə bilər. Bu zaman birinci isimdən əvvəl adətən indefinite article işlədilir. Bəzən sonuncu ismə apostrof S artırmadan da işlənə bilər. Eləcə, yəni ofla. Gəlin baxaq. I heard the story from a friend of my brothers. Baxın, iki dənə var yerlik hal. Həm ofla, həmlə brothers apostrof S. Yəni ki, hekayəni qardaşımın dostundan eşitdim. Hətta qardaşımın dostundan yox. Hətta deyir ki, mən deyir hekayəni qardaşımın dostunun birindən.
Bax, bu mənanı da verər. From one of my brother's friends. Titanic is a film of James Cameron's. Titanic James Cameron'un filmidir. A film sözünü vurğulamaq istəyirik. Həm of-dan işlədirik, həm də apostrof s-dən. James Cameron'un filmidir. We went to Jake's father's funeral. Hətta burada of-dan işlədilməyibdir. Hər ikisində apostrof s yazılıbdır ki, Jake'in atasının dəfninə getdik. Jake'in atasının dəfni. Jake'in atası, atasının dəfni. İkili apostrof s işlədilir. Və yaxud, our neighbor's children's noise is very annoying. Qonşumuzun uşaqlarının səsi çox bezdiricidir. The standard of this year's applications is very low. Bu ilki müraciətlərin standartı çox aşağıdır. Həm of var, həm apostrof s var. I am no longer afraid of the family. I am a member of the family. Yalnız ofdan istifadə olunur, heç apostrof s-dən istifadə olunmuyor. Mən artıq ailənin dostu deyil, bir üzvüyəm. I bought a recording of Maria Callas singing verdi. Mən deyir, Maria Callas'ın verdi mahnısını ifa etdiyi səs yazısını aldım. Axırda apostrof s yoxdur, eləcə ofla verilir. Bundan başqa double possessive şəklində işlədilən ifadələr eyni zamanda possessive pronoun ilə də işlədilir. Gəlin diqqətli olaq. Hər bir sözün, müəllimlər, hər bir sözün özünün cümlədə mənası var. Görün nə deyir? Bundan başqa double possessive şəklində işlədilən ifadələr eyni zamanda possessive pronounsda da işlədilir. Amma bunu oxuduq. Gəlin yadımıza salaq görək possessive pronouns nə idi? Possessive pronouns müstəqil işlənən yəlik əvəzlikləridir. Müstəqil işlənən. Çünki isimlə işlənən yəlik əvəzliklər ingilis dilində adjective pronouns adlanır. Amma müstəqil işlənən possessive pronouns adlanır. Müstəqil, mine, yours, his, hers, ours, yours, theirs. She's a friend of ours. O bizim dostumuzdur. İkili yəlik haldır. Of və yəlik əvəzliyi, müstəqil işlənən yəlik əvəzliyi. I run a company with a friend of mine. Bir dostumla şirkət idarə edirəm. A friend of mine. Of da possessive case'dir. Mine da possessive pronoundur. 4. Possessive with plural nouns cəm isimlərlə düzələn yəlik hal. Bir dəqiqə. Cəm isimlərlə düzələn yəlik hal. Hər zaman cəmdə işlənən isimlər, cəm forması kökündəki hərfin dəyişməsi ilə düzələn isimlər, eləcə də təki və cəmi eyni olan isimlərin yəlik halı həm tək, həm də cəm formada apostrof s ilə düzəlir. Bəli, bu asandır. Bunu da keçmişik biz sizlə ki, həmişə cəmdə olan isimlər və yaxud da ki, cəm formasının kökündən dəyişən isimlər və yaxud da ki, həm cəmdə, həm təkdə eyni formada qalan isimlər dəxli yoxdur. Onların hamısının yəlik halı apostrof s ilə düzəlir. Məsələn, the police job, polis həmişə cəmdədir, amma yəlik halı apostrof s ilə düzəlir. Polis sözü özü artıq cəmdədir. Və yaxud, only the did man's young son, man's kökündən dəyişən isimdir, təkdədir burada apostrof s. Men də olsa, dəxli yox idi, apostrof s ilə düzələrdi, bunu bilirik. Sonraki qaydamız, people sözü adamlar, cəmaat kimi məna ifadə edirsə, cəm formada olur və yəlik halı apostrof s düzəlir. Lakin xalq mənasını işləndikdə təkdədirsə apostrof s ilə, cəmdədirsə eləcə apostrofla düzəlir. Bilirikdə, cəmaat, adamlar mənasında people cəmdədir, yəlik halı apostrof s olacaq. Xalq mənasında people təkdədir, apostrof s ilə düzəldəcək, people's xalqın. Xalqlar mənasında people's eləcə apostrof götürəcək, yəni xalqların. 5-ci qaydamız.
Possessive with surnames. Soyadları ilə düzələn ismin yəlik halları. Soyadlarının yəlik halı aşağıda göstərilən bir neçə qayda ilə düzəlir. Diqqətli olun. Xüsusi ismin önündə Mr., Mrs., Miss, Doktor, Professor, Captain, Lieutenant, Aunt, Uncle və s. kimi bir hitap varsa soyadının yəlikən apostrof ilə düzəlir. Məsələn, Mr. Trump's son, Mr. Trump'ın oğlu. Dr. Goldberg's lab, Dr. Goldberg'in laboratoriyası. B. Hər hansı bir soyadının qarşısında Z artıqda işləndikdə bütün ailə nəzərdə tutulur və soyadı cəm formada yazılır. Bunu artıq keçmişik. Bu zaman yəlik hal sadəcə olaraq apostrof ilə düzəlir. The Smiths New House, Smithlərin yeni evi. The White's Hospitality, White'ların qonaqpərvərliyi. The Brown's Dog, Brown'ların iti. Yunan, Roma, antik və klassik mənşəli adların sonu S hərfi ilə bitərsə, bu zaman soyadın yəlik halı adətən sadəcə apostrof artırmaqla düzəlir. Burada mən sizə bir aydınlıq gətirmək istəyirəm. Qulaq asın, görün qayda nə deyir? Deyir Yunan, Roma, antik və klassik mənşəli adlar. Yəni ki, bu demək deyil ki, elə hər hansı S ilə bitən xüsusi addırsa, mən onun yəlik halını apostrof ilə düzəldəcəm. Xeyr, bu bizlərin demək olar ki, hamımıza tanış olan qədim fəlsəfə, filosoflardır, riyaziyyatçılardır, nə bilim, tanınmış bir qədim Yunan, Roma dahi bir insanların adlarıdır ki, onlar özü-özlüyündə S ilə bitir, amma yəlik halını necə apostrof götürür. Socrates, Sokrat, Aristophanes, Dickens, Xerxes, Jesus, Hercules, Archimedes, Pythagoras, Keats yadda saxlayın. Bunlar hamısı dahi insanların adlarıdır, filosofların adlarıdır, alimlərin adlarıdır. O, yalnız onlarınki eləcə apostrofla düzəldir. Onların özlərinin adlarının tərkib hissəsidir. Amma D-ya baxın indi. Sonu S hərfi ilə bitən digər soyadlar isə həm apostrof, həm də S artırmaqla düzəlir. Yəni, necə yəni digər soyadlar? Ümumiyyətlə də adi soyadlar. Sadəcə olaraq o soyadlar S ilə bitir və onların yəlik halını biz apostrofla da düzəldə bilərik, apostrof S-ləndir. Məsəl üçün, I visited Williams, apostrof, Williams, apostrof S house. Williams adın özündədir S hərfi. Onun sonundakı S adın özünün içindədir, soyadın özünün içindədir. Və yaxud Carlos. 6. Joint possessive. Eyni bir əşya və ya varlıq adı çəkilən hər bir nəfərə ortaq şəkildə məxsusdursa, apostrof S sonuncu adı çəkilən isim artırılır, bilirik bunu. Məsələn, Fidan and Kenan's children, Fidan və Kənanın uşaqları. Fidan və Kənan ər-arvaddır, onların ortaq uşaqları var. Jasmin and Anna's room, Jasmin və Annanın otağı. İndi nə bilim, bacıdırlar və yaxud da ki, bir otaqda qalırlar, dəxli yoxdur. İkisinə bir otaq məxsusdur. Lakin sözü gedən əşya və ya şəxs hər bir nəfərə ayrı-ayrılıqda aiddirsə, apostrof S hər birinə artırılır ayrı-ayrılıqda. Jane's and Aynur's children. Jane'in və Aynur'un uşaqları. Tərcümədə səhv yazılıb, Fidanın və Kənanın uşaqları yazılıb, indi səhv yazılıb, dəxli yoxdur onun. Yəni ki, Jane tam başqa bir adamdır. Aynur da tam başqa bir adamdır. Özlərinin hərəsinin uşaqları var. Və yaxud Jasmine's and Anna's bags. Jasmine'in və Annanın çantaları. Jasmine'in öz çantası var, Annanın öz çantası var. İnsanlara aid şəxsi əşyalar və bədən üzvləri hər zaman ayrı-ayrılıqda işlənir. Biz onu bilirik ki, bədən üzvləri ayrılmaz bir şeylərdirlər. Bölüşənmirlər. Biz onları şəriklik kimlənsə istifadə etmirik və ona görə də bədən üzvlərindən söhbət gedirsə, məlum məsələdir ki,
Apostrof S hər birinə ayrı-ayrılıqda yazılmalıdır. Jasmine's and Anna's hair is very curly. Jasminin və Annanın saçları çox qıvrımdır və s. 7. Possessive with animals, diqqətli olun. Bax, burada, bəli, bu artıq bizə mütləq şəkildə imtahanda da düşə biləcək bir sualdır. Ümumiyyətlə, possessive'dən nə keçirəmsə, onların hər birindən imtahanda düşmə ehtimalı var. Possessive'in hər yerini əzbər bilmək lazımdır. Görün, deyir ki, heyvanlara aid olan ismin yəlik halı. Görün, nə deyir? Canlı heyvanların yəlik halı adətən apostrof S ilə düzəlir. Lakin ölmüş və ya nəsli kəsilmiş heyvanları yəlik halı noun plus noun şəklində düzəlir. Canlı heyvanlar, məsəl üçün living animals, a dog's tail, itin quyruğu, a bird's nest, quşun yuvası, a goat's cheeks, keçinin pendiri, a sheep's wool, qoyunun yunu, a hen's egg, toyuğun yumurtası. Amma öldürülmüş və yaxud nəsli kəsilmiş heyvanların yəlik halı sadəcə olaraq isim üstəgəl isimdir. Calf skin, buzoyun dərisi, fox fur, tülkünün xəzi, chicken soup, cücə şorbası, a lamb chop, quzunun əti, tortoise shell, tısbağanın, nə deyirsiniz, shell nədir? Üstəki şeydə, bax, öyle bərk qabığı, yadımdan çıxdı adı nədir. Amma qoyun, mən sizə burada bir balaca bir izah verim ki, bu sizə aydın olsun. Bunu daha düzgün işləməniz üçün mən burada sizə belə bir aydınlıq gətirmək istəyirəm. Mənimlər, əgər siz cümlələrinizdə belə bir şeylərə, belə bir variantlara rast gələrsinizsə, sadəcə bir şey fikirləşin. Məsəl üçün, əgər biz heyvandan aldığımız məhsulu heyvanı öldürmədən almışıqsa o məhsulu, həmin vaxtı bu birləşmə apostrof S ilə düzəldir. Məsələn, deyirik toyuğun yumurtası. Biz toyuğun yumurtasını əldə etməkdən ötürü toyuğu öldürmürük ki, toyuq özü yumurtlayır, biz də yumurtanı götürürük. Yəni, burada heyvanı öldürməkdən söhbət getmir. Deməli, biz hər hansı heyvandan məhsulu, həmin heyvanı öldürmədən əldə ediriksə, onların yəlik halı apostrof S ilə düzəlir. Məsəl üçün, deyirik ki, a sheep's wool, qoyunun yunu. Qoyunun yununu qırxmaq üçün qoyunun başını kəsmək lazım deyil. Və yaxud da ki, a goat's cheese, keçinin pendiri. Keçidən pendir əldə etməkdən ötürü sadəcə olaraq keçini sağmaq lazımdır, keçini öldürmək lazım deyil. Belə hallarda bu birləşmələr apostrof S ilə düzəlir. Amma indi baxın, deyir calf skin, buzoyun dərisi. Buzoyun dərisini biz buzoydan diri-diri soya bilmərik. Məlum məsələdir ki, buzoy öldürülür, sonra onun dərisi götürülür. Artıq burada heyvanın öldürülməsindən söhbət gedibsə, yəlik hal sadəcə olaraq isim formasında əmələ gəlir. Və yaxud fox fur, tülkünün xəzisi. Tülkünün diri-diri xəzisini soymuruq ki, tülkünü öldürürlər, sonra xəzisini götürürlər. Burada da yəlik hal sadəcə olaraq noun plus noundur. Cücənin şorbası, cücənin başını kəsməsək, biz ondan şorba pişirə bilmərik. Bunu bu formada yadda saxlayırsınızsa, hər hansı bir heyvanın məhsulunu əldə edərək heyvana zərər getirməmişiksə də, yəlik hal apostrof S-dən düzəlir. Hər hansı heyvanın məhsulunu əldə etmək üçün heyvanı öldürmüşüksə də, artıq burada isim üstəgələk isim yolu ilə düzəlir. 8. Possessive with non-living things, cansız əşyalarla düzələn yəlik hal. Cansız isimlərin yəlik halı preposition of ya da noun plus noun şəklində düzələ bilər. Yəni ki, ya oflu sözünü ilə düzəldirik yəlik halı cansız isimlərdə, ya da eləcə isim üstəgəl isim. The destruction of the forest, meşənin dağıdılması. The cover of the book, kitabın üzü. The establishment of the company, şirkətin əsası. The color of the flower, gülün rəngi. A table leg, stolun qılçası. A car door, maşının qapısı. Burada bizdə iki cansız əşyadır. Of ilə də düzələ bilərdi. A leg of the table. Eləcə isim üstəgəl isim də düzələ bilərdi. 9. Possessive referring to location, time, duration, countries, quantity or measure.
Burada deməli bizə deyir ki, yer, zaman, vaxt, ölkələr, kəmiyyət, ölçü ilə düzələn, sözləri ilə düzələn ismin yəlikalı. Necə düzəlir? Bunu da bilirik ki, zaman, vaxt, müddət, məsafə, fəsil, ay və gün adı bildirən isimlərin yəlikəli apostrof s ilə düzəlir. Today's newspaper, winter's coat, last Sunday's match və s. Ayrıca rəqəmlə ifadə edilən birləşmələr noun üstəgəl noun şəklində də işlədirə bilər. Məsələn, diqqətli olun. A day's journey, bir günlük səyahət, əsri hour journey, 3 saatlıq səyahət. İndi bunu izah eləyəcəm. Bu belə bir şey deyil. 20 minutes delay, 20 dəqiqalıq təxir, təxirə salma. 20 minutes delay, 20 dəqiqalıq təxirə salma. İndi mən sizdə nəyə diqqətinizi cəlb etmək istəyirəm. Bax, elə baxın, a day's journey, bir günlük səyahət. Artiklı burada nəyə aiddir? Day sözünə aiddir də, təkdədir, apostrof s ilə düzəlir. Amma indi onun bölündəki defis ilə yazılan əsri A və Johnny'yə baxın. Əslində deyə bilərsiniz ki, sri 3 niyə A və təkdədir? Çünki artiklı burada Johnny sözünə aiddir. Çünki, müəllimlər, əgər sizdə say, isim, bax, təkrarlayıram, say, isim, defislə gəlibsə də, bu artıq isim deyil, bu sifətdir. Sifətlər isə ingilis dilində cəmlənmir. 3 saatlıq səyahət. Necə səyahət? Nə cür səyahət? 3 saatlıq səyahət. Buna compound adjective deyirlər, mürəkkəb sifət. Mürəkkəb sifət necə düzəlir? Yəni, siz say, bax, deyirəm yenə, say defis isim. Say defis isim yazılıbsa da, isim nə cəmlənmir, nə yəlik hal götürülür, apostrofes götürülür, qətiyyən. Və onun qarşısında yazılan qeyri-müəyyənlik artiklı sri A və sözünə yox, Johnny sözünə aiddir. İkinci nümunəyə baxın, 20 minutes delay. Görürsünüz, 20 dəqiqalıq. 20 var, minutes cəmdədir. Amma indi ikinciyə baxın, at 20 minute delay. Yenə 20 dəqiqalıq təxirdir deyir. Amma 20-dən sonra minute sözü cəmlənməyib, çünki defislə yazılır. Defislə yazılan say isim deyil, sifətdir. Nə cəmlənmir, nə də yəlik hal götürülür. Onun qarşısında olan qeyri-müəyyənlik artiklı isə ismə delay sözünə aiddir. Bax, bu forma mütləq şəkildə gəlib düşür. B-yə baxaq. Ölkə, şəhər, təşkilat, nəqliyyat vasitələri, binaların adlarını bildirən isimlərlə və qısaltmalarla və s. apostrof s işlənir. Turkish Natural One, MPS, Briefcase, Trains, Arrival, Titanic, Crew and Passengers və s. Sonra burada hamısı deməli nümunələrdir. O nümunələr ki, biz sizinlə onları mən sizə keçmişəm. Amma qaydaya baxın. Bundan başqa yuxarıdakı bu isimlərdən bəziləri preposition of ilə də işlədilir. The Earth Gravity, yer kürəsinin cazibə qüvvəsi deyə bilərik. The Gravity of the Earth. The plan's importance, the importance of the plan. The ship's sheer size, the sheer size of the ship. The world's oldest mountains, the oldest mountains in the world. Amma not of the world, of the world yox. In the world. Ona baxaq. Possessive with relationships and physical characteristics. Bəzi sənət və peşə adları məkan ifadə etdikdə yəlik halda apostrof s-in işlənir. Lakin özlərindən sonra gələn house, shop, office, firm, cabinet, salon, etc. kimi məkan ifadə edən sözlər ixtisar edilir. Bu isimlərin cəm forması olmur. İnsan adları isimsiz apostrof s ilə işləndikdə kiminsə evi və ya gil anlamı ifadə edir və bu da ismin yəlik halıdır. Məsələn, at the dentist, diş həkimində,
At my friends, dostum gildə. At the baker's, çörəkçidə. At my uncle's, əmim gildə. At the grocer's, deməli baqqalda. At Julia's, Julia gildə. As a possessive with a apostrophe s and of structure. Digər apostrof s və yaxud of quruluşu ilə düzələn gəlik halı. Somebody, anyone, everybody, etc. və yəni törəm əvəzliklər. Somebody, someone, anyone, anybody, everybody, everyone, nobody, no one. Törəm əvəzliklərinin gəlik halı apostrof s ilə düzəlir. Əgər bu əvəzliklərdən sonra else zərfi gələrsə, bu zaman apostrof s zərfdən sonra yazılır, yəni else-dən sonra yazılır. Məsələn, this is nobody's fault but entirely my own. İndi isə axırıncı cümləyə baxın. That was someone else's duty. Görürsünüzmü? Burada else gəlib deyən apostrof s else-dən sonra yazılıb və isim gəlib burada, amma bundan yuxarıda isimsiz də ola bilər. I can rely on your words, not anybody else's. 2. Daha doğrusu 12'dir. 2'dir. Each azə and one ənazənin yerlik halı keçmişik. Bunların yerlik halı sadəcə apostrof s ilə düzəlir və mütləq şəkildə özlərindən sonra isim gəlməlidir. Mütləqdir. İcazə və vanənazə vəzliklərinin yerlik halını ikinci söz apostrof s artırmaqla düzəlir və isim gəlir də deyirik. 3-də possessive with correlative conjunction. Correlative conjunction yəni ki, ikili bağlayıcılar, cüt işlənən bağlayıcılar, neither, nor, either, or, both and bağlayıcılarında apostrof s hər iki hissədə olan ismi artırılır. Baxın, neither my brothers nor his friends apply for the job was accepted. 4. Suffix ing after genitive apostrophe s. Cümlədə apostrof s-dən sonra ing-li bir söz gəlib, xəbər ilə birlikdə işlədilərsə, bu zaman apostrof s yerlik hal hesab olunur. Lakin cümlənin xəbər olmazsa, bu zaman ing-li söz özü xəbər kimi çıxış edir və apostrof s yerlik hal hesab edilmir. Bəli, biz bilirik ki, bizim ing-li sözüm isim də ola bilər, həmçinin ola bilər, məsəl üçün, present continuous zamanı, indiki davam edici zaman. Cümləyə diqqət yetiririk o zaman. Əgər cümləmizdə xəbər varsa, deməli, ing-li söz yerlik haldır, apostrof s-dən sonra gələn ing-li söz yerlik haldır, yox. Cümləmizdə başqa bir xəbər yoxdursa, deməli, apostrof s-dən sonra gələn ing-li söz cümlənin xəbəridir. 5. Of structure with a noun followed by a verb phrase or clause. Possessive olaraq işlənən bir isimdən sonra verb phrase ya da clause, yəni ki, budaq cümlə gəlib ismi təyin edirsə, bu durumda preposition of işlədilir. Gəlin, diqqət eləyək buna. Baxın, bir daha qaydıram qaydaya. Possessive olaraq işlənən bir isimdən sonra. Possessive olaraq nə deməkdir? Yəni, yerlik hal olaraq işlənən bir isimdən sonra. Verb phrase, yəni feil ilə qurulan bir cümlə. Feil, nə deyirsiniz ona? Phrase də cümlə. Ya da clause, ya da ki, budaq cümlə. Gəlib ismi təyin edirsə, bu durumda preposition of işlədilir. Məsələn, the players ignored the GS of the fence. Standing in the front now. Oyuncular ön sırada dayanan azarkeşlərin lağ etmələrinə məhəl qoymadılar. The GS of the fence, azarkeşlərin lağ etmələri. The husband of the woman, who, bax bu artıq clause-dur, budaq cümlədir. Send you those tourists is our area manager. Of ilə düzəlməlidir. Belə uzun cümlələrə biz apostrof s harda gərək gətirək qoyaq axı. Yalnız of ilə düzəlir. Deyir ki, sizə turistləri o göndərən qadının əri bizim bölgə müdürümüzdür. The husband of the woman. Genitive after possessive adjectives. Bəli, deməli, yerlik əvəzliklərindən sonra necə yerlik əvəzliyi asılı.
özündən sonra isim götürən yerlik əvəzliklərdən sonra işlənən yerlik hal. İngilis dilində apostrof s və ya preposition of olmadan da cümlədə sahiblik anlam ifadə etmək üçün possessive adjectives my, your, his, her, our və s. işlədilir. Məsələn, he bought this car with his own money. Bu maşını öz pulu ilə aldı. His özünün pulu ilə. Kimin? Özünün. Possessive case'lərdir. That is our house əvəziyə. Oradakı bizim evimizdir. Our house. Kimin? Whose? Bizim. Possessive case'dir. Key point'a baxaq. Cümlədə apostrof s-in possessive case hesab edilməsi üçün apostrof s-dən sonra noun və ya adjective yenə noun işlər gəlməlidir. Məsələn, my parents' old friends. Valideynlərimin qoca dostları. Əgər apostrof s-dən sonra sifət, amma sifətdən sonra isim yoxdur, say, əvəzlik, zərf, fiil, artikel sözünü gələrsə, bu possessive case hesab edilmir. Apostrof s bu zaman isim və ya həzin qısaltmasıdır. It's, his, she's, this, that's, theirs, theirs, whose, what's, let's. Apostrof s got, has got yerlik hal deyil. Ümumiyyətlə siz əgər əvəzliklərlə apostrof s görürsünüzsə, əvəzliklərlə bu ola bilər sual əvəzlikləri, bu ola bilər şəxs əvəzlikləri, bu ola bilər yerlik əvəzlikləri, dəxli yoxdur. Əvəzliklərlə işlədilmiş apostrof s qəti şəkildə yerlik hal ola bilməz. Qəti şəkildə. Sonra gəlir, örnək suallarımız gəlir. Bəli, örnək suallarımız gəlir və qaydamız bitirir. Gəlin amma örnək suallara baxaq. Mənim üçün maraqlıdır. Örnək suallar. In which of the following option is a different kind of noun used in possessive case? Deyir ki, bir dəqiqə. Bəli, hansı variantda, bax diqqətli olun müəllimlər, hansı variantda deyil, ismin yerlik halı fərqli şəkildə verilir. Buyurun, özünüz baxın, amma sonra mənə deyin, niyə fərqli şəkildə hesab edilir? Hər birində, hər bir variantda biz possessive case görürük. An hour's time. B-də a student's ability. C-də the country's wealth. D-də the British Queen's head. Y-də next year's summer. Görün nə sual verir? İsim fərqli şəkildədir. Yəni, hamısında yerlik hal var. Demir ki, yerlik hal fərqli şəkildədir. Yox, isim fərqlənir o bir isimlərdən. Düzgün anlamaq lazımdır şərtini. Hansı variantda isim, o bir variantlardakı isimdən fərqlənir. Öz fikrinizi deyə bilərsiniz. Mən sizi eşidirəm, gözləyirəm. Onu da deyim ki, çox asan bir şeydir. Sadəcə olaraq sualı elə qoyur ki, ay müəllimlər, şərtini elə yazır ki, elə müəllim deyir, ay Allah, görən bu fərqli deyəndə nəyi nəzərdə tutulur. Amma inanın mənə, çox asan bir şeydir. Nigarə, nə fikirləşirsən qızım? Nəsə fikirləşirsənmi? Deyir mənim əslində. Siz, Şəlalə, sən nə fikirləşirsənmi? Ümumiyyətlə fikirləşirsənmi?
Bir daha deyirəm, ay müəllimlər, qoy deyim. Bir daha deyirəm, həqiqətən də, bax, inanın mənə, insanı çaşbaş qoyan şərtidir. Yoxsa ki, heç bir çətinlik yox. Deyir ki, verilmiş aşağıdakı variantlarda ki, yiyəlik hal işlənir, hansı isim fərqlidir? Fərqli D variantındakı isimdir. British Queen's Head. Çünki xüsusi isimdir. Yerdə qalan hamısı bizdə ümumi isimdir. Harvest time, students ability, countries wills, yes sami. Hamısı common noundur. Bir dənə D variantında British Queen's Head proper noundur. Vəssalam. Başqa bir fərqlilik yoxdur. Gəlin o birisinə də baxaq. Örnək sualımız. Gəlin baxaq. Deyir ki, concrete noun can be used as metaphoric applications in figures of speech in an abstract manner. Bəzən konkret isimlər cümləmizdə mücərrətlik mənasında ifadə edə bilir. Konkret isimdir, amma mücərrətlik mənasını ifadə edir. Bu proses deyir, abstraction adlanır. İndi deyir ki, bu məlumata əsasən aşağıdakı cümlələrdə harda mücərrətlik abstraction nümunəsi verir. Konkret isimdir. Mücərrət deyil. Amma mücərrət bir məna əldə edərək işlənibdir. Buyurun. Heç də deməyəcəm. Sadəcə olaraq mən istəyirəm özünüz bir cümlələri oxuyasınız, fikirləşəsiniz, nəsə bir də özünüzdən hansısa bir ideyalar gələn. Mən onsuz da deyəcəm nə var, nə yox. Amma sadəcə olaraq bəlkə siz özünüz də məntiqi cəhətdən taparsınız. Deyir, konkret isimdir. Amma mücərrət mənada işlənir cümlədə. Cümləni düzgün oxur, tərcümə eləsəz, bilərsiniz. Nigar, səsinizi, mikrofonu bağlayın, zəhmət olmasa, səs yayılır. Belə, deyir ki, konkret isimdir, amma mücərrətlik mənasını ifadə edir. Bu bizdə A variantıdır. Baxın. You have to manage it so that nobody finds out I have a hand in it. Sən deyir, bu işi elə idarə etməlisən ki, heç kim bilməsin ki, bu işdə mənim əlim var. Bax, bu işdə mənim əlim. Əl nədir? Əl mücərrət isim deyir ki, ay müəllimlər, konkret bir isimdir də. Amma burada deyir, bu işdə mənim əlim var. Artıq burada bu mücərrətlik mənasını qəbul edib və belə konkret isimlərin mücərrət mənada işlənməsi abstraction adlanır. Məsəl üçün, B variantında onun deyir, emosional soyuqluğu, soyuqluq burada elə mücərrətdir özü. C variantında great affection, böyük təsir, elə özü mücərrətdir. D variantında burada nədir? A photograph of her daughter was prominently displayed on her desk. Nümayiş etdirdi şəkilləri, qızının şəkillərini partada. Burada heç bir mücərrətlik yoxdur, nə də abstraktlıq yoxdur. Y variantında the dispute was settled by an agreement that satisfied both sides. Agreement deməli razılıqdır. Elə sadəcə olaraq mücərrət bir isimdir. Vəssalam. Vəssalam. Ana, başa sala bildinmi ki, sizi konkret ismin mücərrət kimi olması nə deməkdir? Hand konkret isimdir.